Hər birimizdə parlaq ideyalar olur, elə deyilmi? Bəs o ideyaları, o böyük xəyalları necə reallığa çevirmək olar? Bax, bugün məhz bundan danışacağıq. Layihə idarə etməsinin sirli dünyasına baş vuracağıq və görəcəyik ki, o ilkin xaosu necə aydın, işlək bir plana çevirmək mümkündür. Yaxşı, gəlin başlayaq. Amma hər şeydən əvvəl gəlin təməl bir suala aydınlıq gətirək. Bu, əslində layihə idarə etməsinin özəyini anlamaq üçün çox vacibdir. Baxın, bu cədvəl əslində hər şeyi çox gözəl izah edir. Gündəlik tapşırıq nədir? Hər gün gördüyümüz işlər, bizim rutinimiz, artıq əzbər bildiyimiz şeylər. Amma layihə, o tamamilə başqa bir aləmdir. Yeni bir şeydir, başlanğıcı və sonu var, yəni müvəqqətidir və çox vaxt sırf o iş üçün yığılmış xüsusi bir komanda tələb edir. Deməli, bütün bunları ümumiləşdirsək, ortaya nə çıxır? Layihənin idarə edilməsi əslində dəyişikliyi idarə etmək deməkdir. Yəni, bir vəziyyətdən, deyək ki, A nöqtəsindən tamamilə fərqli bir B nöqtəsinə planlı və nizamlı şəkildə çatmağın yoludur. Yaxşı, anladıq. Amma sual yaranır, niyə ümumiyyətlə layihələrə ehtiyac duyuruq? Yəni, bu dəyişiklikləri hərəkətə gətirən qüvvə nədir? Cavab əslində çox sadədir. Ehtiyac. Xüsusilə də bugünkü rəqabət dolu dünyada heç kim yerində saya bilməz. Bax, rəqibləriniz nəsə yeni bir şey edirsə, siz də adaptasiya olmalısınız, təkamül etməlisiniz. Və bu təkamülün, bu uyğunlaşmanın mühərriki məhz layihələrdir. İndi isə gəlin bu prosesin özünə, yəni layihə idarə etməsinin mərhələlərinə daha yaxından baxaq. Görək bu proses necə işləyir? Bu diaqramda gördüyünüz layihənin klassik həyat dövrəsidir. Fikir vermisinizsə, bu bir dairədir, yəni fasiləsiz bir prosesdir. Hər şey bir ideyayla başlayır və bu 4 mərhələdən keçərək reallığa çevrilir. Hər şeyin başlanğıcı, yəni birinci mərhələ təhlildir. Təsəvvür edin ki, bir bina tikirsiniz. Təməl nə qədər möhkəm olsa, bina da o qədər dayanıqlı olar, düzdürmü? Bax, təhlil mərhələsi də layihənin təməlidir. Hələ heç bir plan qurmadan əvvəl mövcud vəziyyəti dərindən araşdırmaq mərhələsidir. Və bu mərhələ həqiqətən də kritikdir. Biz burada nə edirik? Məqsədlərimizi dəqiq müəyyənləşdiririk, həm keyfiyyət, həm də kəmiyyət baxımından məlumat toplayırıq, faktları yoxlayırıq və ən əsası layihənin sərhədlərini cızırıq, yəni nəyi edəcəyik, nəyi etməyəcəyik. Təbii ki, bir də məşhur SWOT təhlili var ki, güclü və zəif tərəflərimizi, qarşımızdakı imkanları və təhdidləri anlamağımıza kömək edir. Təməli qoyduq, artıq hara getdiyimizi bilirik. İndi isə növbəti sual gəlir. Ora necə çatacağıq? Bax, bu sualın cavabı ikinci mərhələdə, yəni planlaşdırmadadır. Bu mərhələ bizim yol xəritəmizdir. Burada addım-addım fəaliyyət planı hazırlayırıq. Kim nəyi, nə vaxt, hansı büdcə və resurslarla edəcək, hamısı burada müəyyənləşir. Həmçinin işin gedişatına necə nəzarət edəcəyimizi, yəni yoxlama nöqtələrini təyin edirik və əlbəttə hər ehtimala qarşı potensial riskləri də düşünüb onlara qarşı hazırlıqlı oluruq. Yaxşı, planımız da hazırdır. İndi nəhayət ən həyəcanlı hissəyə gəldik. Artıq sözdən işə keçmək vaxtıdır. Üçüncü mərhələ, icra. Bura sadəcə işlərin görüldüyü yerdir. Planı götürüb onu həyata keçirməyə başlayırıq. Komanda işləyir, tapşırıqlar yerinə yetirilir, proseslər idarə olunur, bir sözlə planı reallığa çevirmək üçün aktiv şəkildə çalışırıq. Və budur, işlər tamamlandı, amma hər şey bununla bitmir. Bəlkə də ən vacib mərhələlərdən biri indi başlayır. Dördüncü mərhələ, yəni qiymətləndirmə. Çünki məqsəd təkcə işi bitirmək deyil, həm də bu təcrübədən dərs çıxarmaqdır. Bu mərhələdə nə baş verir? Hazır layihəni təhvil veririk, əgər varsa son qüsurları aradan qaldırırıq. Və sonra komanda ilə oturub özümüzə bir neçə vacib sual veririk. Nəyi yaxşı etdik? Nəyi daha yaxşı edə bilərdik? Növbəti dəfə nəyi fərqli etməliyik? Bax, bu sualların cavabları gələcək layihələrimizin daha da uğurlu olmasına zəmanət verir. Əlbəttə, bütün bu prosesi idarə etmək asan deyil. Amma xoşbəxtlikdən, layihə menecerləri bu döyüşə əliboş getmirlər. Onların özlərinə məxsus bir alət çantası var. Və bu çantada hər cür alət var. SWOT, PESTEL kimi strateji təhlil metodlarından tutmuş, hamımızın tanıdığı Gantt diaqramlarına qədər. Hətta Prince2 və ya Agile kimi bütöv bir idarə etmə fəlsəfələri, metodologiyaları da mövcuddur. Yəni, seçimlər çoxdur. Amma burada bir məqamı unutmaq olmaz. Bütün bu proqramlar, alətlər, diaqramlar, bunlar sadəcə köməkçidir. Onlar sizin yerinizə işi görmür, sadəcə işi görməyə kömək edirlər. Əsl idarə etmək isə hələ də insan amilinə bağlıdır. Bacarıq, ünsiyyət, doğru qərar vermə qabiliyyəti. Yaxşı, prosesi başa düşdük, alətləri də gördük. Bəs bütün bunların fövqündə dayanan o əsas sirri nədir? Uğurlu bir layihəni həqiqətən uğurlu edən nədir?
Bunu anlamaq üçün ən gözəl bənzətmə məncə orkestr dirijoru bənzətməsidir. Fikir verin, dirijor heç bir alətdə özü çalmır, amma onun işi nədir? Fərqli-fərqli alətlərdə ifa edən onlarla musiqiçini əlaqələndirmək, onları vahid bir ahəngdə birləşdirmək və ortaya möhtəşəm bir nəticə çıxartmaq. Bax, layihə meneceri də məhz budur. Amma bütün texnikaları, bütün metodologiyaları bir kənara qoyaq. Əslində, hər şeyin təməlində, özəyəndə bir inanc dayanır. Uğurlu bir menecerin dilindən səslənən bir inanc, mənim layihəm yalnız o zaman uğurlu ola bilər ki, mən həm özümə, həm də komandama tam güvənirəm. Beləliklə, artıq prosesi də bilirsiniz, alətlər haqqında da məlumatınız var, indi top sizdədir. Bəs siz öz növbəti böyük ideyanıza, növbəti layihənizə dirijorluq etməyə hazırsınızmı?